dərsimiz haqqında məlumat vermək istəyirəm. Biz bugün dislaliyanın oxu və yazı bacarıqlarına təsiri haqqında danışacağıq. Yəqin ki, qrupda çox insanın, çox valideynin başına gəlmiş haldır ki, uşaqlarda dislaliya görünür. Dislaliya nədir? Dislaliya səs tələffüz tempinin pozulmasıdır. Səs tələffüz hissəsinin pozulmasıdır. Yunan sözündən götürülmüşdür dislaliya sözü. Dis pozulma, laliya isə nitq deməkdir. Yəni pozulmuş nitq. Normal uşaqlarda nitq 5 yaşa qədər formalaşmalıdır. Artıq 5 yaşında uşaq bütün səsləri tam rahat tələffüz etməyi bacarmalıdır. Təkcə biz r səsini istisna edirik. Niyə? Çünki r səsi mürəkkəb səsdir, o vibrasiya tələb edir. Ona görə də biz 6 yaşa qədər gözləyə bilərik. Yəni hökmən deyil ki, r səsi də 5 yaşda formalaşsın. Biz r səsini gözləyə bilərik 6 yaşa qədər. Digər yerdə qalan bütün səslərimiz isə 5 yaşa qədər formalaşmalıdır. Əgər formalaşmalıdırsa, nitq yarım çıxdısa, bu zaman biz loqopedə müraciət etməliyik. Mən həm də istəyirəm ki, sizə burada PDF-imizi göstərim. Sonra ardın danışaq. Deməli, dislaliyanın həm də növləri haqqında danışmaq istəyirəm. Bir var mexaniki dislaliya, bir də var deməli funksional dislaliya. Mexaniki dislaliya burada şəkildə gördüyünüz kimi, şəkildə göstərəcəm indi. Çıxdım biraz. Şəkildə gördüyünüz kimi, baxın, dildə problem var, dildə qədəh var, tutaq ki, dil tənbəldir. Bu zaman mexaniki dislaliya adlanır bu. Yəni, artikulyasiya aparatında pozulmalar varsa, bu adlanır mexaniki dislaliya. Amma yox, belə bir probleminiz yoxdursa, sadəcə bu eşitməklə bağlıdırsa, burada qeydlərdə aparmışam, baxa da bilərsiniz. Burada deməli funksional dislaliyadırsa, bu fonomatik eşitməklə bağlı olur. Yəni uşaqda eşitmədə yaranır bu problem. Uşaq səhv eşidir və nəticədə də yanlış tələffüz edir. Yanlış tələffüz edir. Bunu dayandırım. Bəli, yanlış tələffüz edir. Bu da səs tələffüz hissəsinin pozulmasına gətirib çıxardır. Deməli, bunun yaranma səbəbləri əsasən olardı ki, ailədə iki dillilik, özündən böyük bacı, qardaş və yaxud da hər hansı bir şəxsin müəyyən səsləri tələffüz edə bilməməsi. Bu, deməli, imitasiyadır, imitasiya deyilir, təqlid deyilir buna. Yəni, uşaq özündən böyük və yaxud da ailədə kimdəsə görür yanlış tələffüzü, özü də başlayır səhv tələffüz eləməyə səsləri. O olur fonomatik, yəni bu daha sadədir, nəinki mexanikidən. Çünki mexanikidə artıq biz zontlarla işləməliyik, masaj eləməliyik, müəyyən gimnastikalar eləməliyik uşaqla. Artikulyasiya aparatın əməlli başlı biz işləməliyik ki, səslər düzəlsin, normal qaydaya düşsün. Bəzən olur ki, uşağın dili ağzına böyük olur. Bəzən olur ki, məsələn, dil ucu olmur uşaqlarda, qədəh olur. Yəni, bunların hamısını loqoped işləməlidir. Daha sonra biz keçirik, deməli, fonomatik. Fonomatik də dedik ki, həm ailədə iki dillilikdir. Əsas səbəbi uşaq dilində danışmaq. Bu, demək olar ki, bütün valideynlərin səhvidir, uşaqla uşaq dilində danışmaq. Uşaqla uşaq dilində danışdıqca uşağın nitqi elə də formalaşır. Və bu zamanda bəzi səsləri uşaq normal olaraq yanlış tələffüz edir. Daha sonra dislaliya vaxtında korreksiya olunmasa, bu zaman çevrilir olur disoqrafiya. Disqrafiya nədir? Disqrafiya yazının pozulmasıdır. Yəqin ki, bu təlimdə bir çox valideynin, müəllimin, pedaqoqun başına gəlmiş olar. Mən istəyərəm ki, siz də öz fikirlərinizi qeyd edəsiniz. Siz heç belə bir hal müşahidə eləmişsinizmi? Məsələn, uşaq dislaliya olub, müəyyən bir səsləri tələffüz edə bilmir. Həm də Axşamınız xeyir, Solmaz müəllimə, necəsiniz? Hər vaxtınız xeyir. Çox sağ olun. Təşəkkür edirəm. Ayten Ələsgərovadır, özüm inklusiv təhsil müəlliməsiyəm. Hazırda mənim bir uşağım var, dislaliya yaranıb onda. Hərfləri məsələn deyirik maşın, maşın, belə eləyir. Ümumiyyətlə söz bazası təkəzalı sözlərdən ibarətdir. Məsələn, cümlə də quranda indi başlayır ki, məsələn, mən deyirəm ki, Ayten, indi deyir ki, Ayten hanı, ayı hanı. Yəni, hərflərində problem var, yəni nitqində də çox zəif. Nitqində. Neçə var? 4-5 yaş arasıdır. Ayten xanım, 4-5 yaş arasında
bazasında əgər nitq yoxdursa, biz səs işləyə bilmərik. Bu zaman mənə çox valideynlər müraciət edir ki, məsələn, uşaq səsləri tələffüz eləyə bilmir. Amma burada problem səs tələffüzü deyil. Burada əsas problem uşağın nitqinin, söz bazasının az olmasıdır. Biz birinci uşağın söz bazasını təkmilləşdirməliyik, artırmalıyıq. Uşağın sözləri bütün demək olar ki, öyrətdikdən sonra, cümlələrə keçdikdən sonra, bu uşaq rabitəli nitqə gəlib çatdıqdan sonra biz keçə bilərik ki, məsələn, ondan hərfləri işləyək. Axı bu uşaq sözləri düzgün tələffüz edə bilmirsə, söz bilmirsə, onun səsləri bilib-bilməməsinin nə aidiyyatı var? Yəni, birinci onunla biz cümlə kartlarından işləməliyik, kiçik bir hekayələr danışmalıyıq, zehni inkişafını işləməliyik. Normal həddə çatdıqdan sonra biz artıq keçə bilərik həmisi. Hansı səslər pozulubsa, o səsləri korreksiya edə bilərik. Aydın oldu. Çox sağ olun, təşəkkür edirəm. Siz də sağ olun. Hə, bir də demək istəyirdim ki, kimin başına gəlib ki, uşaq dislaliyadır, səsləri yanlış tələffüz edir, həm də gedir məktəbdə yanlış yazır. Belə halda yəqin ki, görmüş olarsınız. Kiminsə başına gəlib bu, uşaq həm yanlış tələffüz edir, həm də yanlış yazır. Axşamınız xeyir olmaz xanım. Hər vaxtınız xeyir. Xansənəm müəllimədir, özüm pedaqoqam həmçinin. Mənim oğlumda belə bir hadisə var idi, yəni elə bir proses var idi. Mənim oğlum gü deyə bilmirdi. Məsələn, günəş sözü günəş deyirdi. Kirpi sözü, sadəcə indi yadımdan çıxıb kirpi sözünü başqa cür tələffüz eləyirdi. Yəni bu gü, kü hərflərində, qı hərfində çətinlik çəkirdi. Birinci sinif oxuyanda, indi hal-hazırda 3-cü sinifə keçəcək. Birinci sinifdə təzə-təzə sözlər yazmağa başlayanda bu səhvləri onda görürdüm. Necə tələffüz eləyirdisə, o cürə də yazırdı. Hətta əsəbləşirdi ki, axı mən belə deyirəm. Bana da var bilmirdi ki, axı sən düzgün demirsən. Bir çox uşaqlar bunu belə olmalıdır. Raketin rısı, yoxsa yarpağın yısı belə də Eynən. Ay, sağ olun. Qırla, indi keçən nə qədər qırla p-ni qarışdırırdı yazış formalarına görə. B-la p-ni qarışdırırdı. Məsələn, deyirdi, qarpızın qısı, yoxsa papağın p-sı. Dedim, qarpızın qısı. Bu cürlə, after indi 3-cü sinifə şükür ki, yavaş artıq yazı qabiliyyəti də mükəmməl tərəfdə öyrənib. Sizin oğlunuzda da fonomatik dislaliya olub, yəni eşitməklə bağlı. Uşaq səhv eşidir və səhvdə yazmağa başlayır. Hətta bu dislaliya korreksiya olunmayanda, necə ki olur disqrafiya, ondan sonra da keçir disleksiya. Hətta onu səhv oxuyur. Məsələn, uşaq yazmaq istəyir. Tutaq ki, yarpaq yazır, lalpaq, tutaq ki, y-nı l-la qarışdırır. Daha sonra oxuyanda da başlayır. Tutaq ki, çaşır, lalpaq, yarpaq oxumalıydı. Belə çaşır, özünü çaşdırır və bu da uşağın istər-istəməz həm özgüvəninə təsir edir. Çünki artıq onlar balaca deyil, axı məktəb yaşındadır. Əsəbləşirlər. Bəzən olur valideynlər deyir ki, ay müəllimə, evdə ağlayır. Deyir, axı mən belə yazmaq istəmirəm. Çünki başqa dərslər yaxşıdır axı. Hər şey əladır. Gəlir bir dənə səslər bu uşaqda deməli bütün prosesi pozur. Onun üçün birinci gərək uşaq getsin loqopedə, sonra başlasın artıq bu dərs prosesinə cəlb olunmağa. İlk öncə dərsə cəlb olunanda daha da mürəkkəbləşir hər şey. Artıq hərfləri müəllimə keçir. Bu uşaq da düzgün tələffüz edə bilmir. Aləm dəyir bir-birinə. Ona görə birinci dislaliya korreksiya olunmalıdır ki, belə problemlər yaşanmasın. Amma indi çox valideynlər məlumatsızdır. Onun üçün də elə deyirlər ki, düzələcək. Özümün də nə qədər olur ki, məsələn, başıma gəlir, düzələcək. Böyük oğlumda da belə idi. Nə bilim, atası gec danışır, atası da r deyə bilmir. Axı bu uşağın atası r deyə bilmir deyə hökməndirmi bu uşaq özdə r deyə bilməsin? Axı bunun korreksiya üsulları var. Bu ömürlük elə r deyə bilmir deyə bir şey yoxdur ki. Açığı mən özüm loqopedə aparmadım amma sadəcə çoxlu kitab oxuyaraq, mətnlər oxudu, kitabı oxudu. Onda bir dənə problem qı-p'nın qarışdırması idi. Çap hərflər axı bir-birinə oxşuyur. Yanlış eşidir, yanlış da deyir. Fonetik eşitmənin də korreksiyası əslində çox gözəl metod seçmisiniz də ona. Belədir, imitasiya. Yəni biz tutaq ki, seans ərzində oxuyuruq hekayələr, məsələn. Tutaq ki, siz deyirsiniz q hərfini, qoğal, uşaqdan da gözləyirik ki, təkrar elə. Məsələn, qoğal, o da deyir. Sonra biz, məsələn, əlimizlə belə aparıb göstərək, qoğal. Yəni uşaq hiss eləsin ki, mən nə deyirəm. Səsi hiss eləsin hətta. Başa düşdüm. Çox sağ olun, təşəkkür edirəm sizə. Başqa sual olan var? Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Mənim bir şagirdim var ki, artıq 4-cü sinifə başlayacaq.
Amma görürəm ki, yəni nitqində r yoxdur da, l deyir. Hətta ətrafında o repetitorluq eləyirəm də, o digər uşaqlarda istəmədən də olsa ona reaksiya verirlər, bilmirlər, onun qüsur olduğunu belə başa düşmürlər də. Maraqlıdır ki, valideynlərə demişəm, deyir ki, hə bilirəm. Başqa bir şey demir. Bunun korreksiyası mümkündür. Ümumiyyətlə disfaniyanın korreksiyası necə? Bəli, hətta 40 yaşında insanlar belə artıq loqopedə müraciət edirlər ki, bu düzəlsin. Yəni bu ömürlük qalası bir şey deyil. Əsas məsələn, nəfəsdə, tutaq ki, burunda ət varsa, boğazda ət varsa, hə onun kəsilməsi lazım olur da, əməliyyat tələb edir. Bunlar heç. Amma belə həm fonomatik, həm mexaniki disfaliyanın korreksiyası mümkündür. Yəni mən deyərdim ki, nitq qüsurları arasında mənim işləməyi ən çox sevdiyim disfaliyadır. Çünki çox tez nəticə görmək mümkündür disfaliya ilə. Belə hadisələr məndə də yaşanır. Məsələn, uşaqlar düzdür, başa düşmürlər, məsxərəyə qoyurlar çox vaxt. Filan kəs məsələn bu hərfi deyə bilmir, uşaq utanır. Valideynlər isə bəzən qəbul eləmək istəmir, deyirlər ki, böyük oğlunda da belə idi, atasında da belə idi. Dediyim kimi də adamın çox olur. Belə hallarla çox rastlaşıram. Amma korreksiyası bəli mümkündür. Yəni yaş məhdudiyyəti yoxdur loqopediyada. İstənilən nitq qüsurunun istənilən yaşda korreksiyası mümkündür. Çox sağ olun. Belə siz də sağ olun. Sormazsam, bağışlayın bir daha narahat edirəm sizi. Əslində hal-hazırda bir qohumuma görə danışmaq istəyirəm. Özü də mən danışa bilməyəcəm. Deməli, sormazsam, onun oğlunun 6 yaşı var, artıq bu il 1-ci sinifə gedəcək. Gül hərfini c kimi deyir. Məsələn, Gülnar demir, Cünnar deyir. Həm borunu danışır, həm dil tənbəlliyi var onda. Məsələn, Güldan demir, Cüldan deyir. Eynən bu tipdə danışır. Bunun üçün də məsələn, hansı seanslar, sırf loqoped, yoxsa masajlama olmalıdır? Baxın, masaj, loqoped ehtiyac olarsa, onsuz da masaj eləyir. Və bu uşaqda güman ki, artikulyasiya aparatında hər hansı bir problem var. Dil tənbəlliyi var onda. Dil tənbəlliyi, ona görə birinci bu uşaqla çoxlu artikulyasiya məşq eləməlidir loqoped. Bu uşaq əgər loqopedə gedərsə, onsuz da getməlidir, lazımdır. Çünki dediyim kimi, getməsə, birazdan olacaq disqrafiya, disleksiya. Bu hər uşaqda yəni sadə keçmir də. Fonomatik ayrıdır, mexaniki ayrıdır. Mexaniki disfaliya zamanı biz sondlarla işləməliyik, masaj eləməliyik. Ondan sonra dilimizi müəyyən qədər işlətməliyik. Mən orada bir şəkildə qoymuşdum. Onu da istəyirəm göstərim sizə. Sormazsam, belə deyim də, onların hal-hazırda maddi durumu imkan vermir də, onlar loqopedə getsinlər. Yəni, ev şəraitində özü nəsə eləyə bilməzmi, yoxsa mütləq mi getməli loqopedə? Bilər. Bir dəqiqə göstərəcəm indi sizə. Baxın, bu uşaqda görürsünüz də, bu uşaqda hal-hazırda loqopedə gəlir yanıma, artıq 2-ci ayımıza keçmişik biz. Bu uşaqda da dil o qədər tənbəldir ki, bu uşaq dili ağzından çölə çıxartmaq istəmir. Bunu belə, yəni zorla çəkmişəm də bu uşaqda. Baxın, görürsünüz, hər hansı bir, tutaq ki, zond hökman deyil, valideyndə olsun. Bir çupa-çupsu olsun, nə bilim, bir şirniyyat olsun, tuturlar belə, tutaq ki, ağzın bax bu hissəsinə görürsünüz şəkildə zondu necə tutur? Görürəm. Tutaq ki, bu uşağın adı indi Həmzədir. Həmzə dilini bura toxundur, Həmzə dilini toxundurur bura. Daha sonra Həmzə bu biri tərəfə, başlayır bu biri tərəfə toxundurmağa. Dilini qaldır, burada dilini qaldırır. Burada məsələn yuxarı qaldır. Görürsünüz, bu özü belə dilin aktivləşməsinə şərait yaradır. Yəni dili istər-istəməz hərəkətə gətirir. Belə məşqlər eləyə bilər. Adi bir, nə bilim, çupa-çupsla dediyim kimi, hökman deyilə zond olsun. Yəni, istənilən bir alətlə bunu eləyə bilər. Bura toxun, Həmzə, tutaq ki, bura toxundurur dilin, bura toxun. Sonra baxın, adicə bu ağacdələn məşqələsi. Bu. Amma buradan tutmaq lazımdır çənəsini. Bu çənəni tutmaq lazımdır ki, daha bu çənə tərpənsə, onun heç bir xeyrini görə bilməz. Bu çənəni valideyn tutur, uşaqda başlayır. Dil hərəkət eləyir də. Daha sonra belə məşqlər var. Tutaq ki, bunlar hamısı artikulyasiya gimnastikalardır da. Dilimizi bura toxunduruq, bura toxunduruq. Bunu da yavaş eləmir uşaq, daha tez-tez eləyir də. Sürətli şəkildə. Bura, bura. Sonra adi qulaq çubuğundan miyogimnastikalar var. Qulaq çubuğunu uşaq qoyur dodaqlarına. Tutaq ki, dodaqlarını gətirir qabağa, U formasında, U səsini çıxarır. Dodaqlar aktivləşir. Yəni, tək dil tənbəl olmur ki, bu uşağın dodaqları tənbəl olur. Baxın, çox uşaq necə danışır?
indi aranızda müəllim olanlar var da, danışır amma ağzı tərpənmir belə. Eynən o uşaqda danışıram, ağız tərpənmir. Ağız tərpənmir. Çünki bu hissə ümumiyyətlə bu artikulyasiya aparatı zəif inkişaf edir uşaqda. Yəni bunu gimnastikalarla valideyn və yaxud da indi pedaqoqmu, loqopedmi kim məşğul olursa, bu artikulyasiya aparatının işləməlidir. İşləməlidir ki, o hərəkətə gəlsin. Daha sonra bir də biz onu zondla eləyirik, amma çox yerdə heç zondla eləmirlər. Xarici, tutaq ki, ruslar çox vaxt onu qulaq çubuğunla eləyirdi. O çünki yumşaqdır, uşağın dilinin altını zədələmir. Uşaq dilini qaldırır, o qulaq çubuğundan belə necə deyim? Qıqırlayır. Uşaq deyir dı, siz də aşağıdan belə toxundurursunuz qulaq çubuğundan, başlayır reseptə alınmağa. Və bu məşğələ 12 dəqiqədən artıq çəkməlidir ki, az çəkməli deyil. Dil yorulana qədər uşağa bunu eləmək lazımdır. Çox sağ olun, sormaq istəyirəm. Təşəkkür edirəm. Artikulyasiya gimnastikalarını aradan qaldırmaq mümkün olar. Olmaz xanım. Bu buyurun. sizləndirici mən tüp qurbağa məşqi, süz vasitəsilə bunları mən həmən uşaqda artıq tətbiq etməyə başlamışam. Ağız artikuliyasiyası zəifdir. Yəni ki, bu onun nitqinə xeyri dəyəcəkmi? Belə sual verir. Bəli, dəyəcək təbii ki, çünki bu uşaqda artikulyasiya aparatı yaxşı işləmir, tənbəldir. Onun üçün də bu məşqlərin hamısı ona xeyirdir və bir də mən çalışaram ki, bu PDF-i göndərərəm, siz baxarsınız. Burada gil səsində çalışaram, əlavə edeyim ora. Gil səsin, elə siz yazsanız da, loqopedik albomlar var da, orada gil səsi, güya uyğun sözlər var da, o gil-la olan sözləri tələffüz eləmək özü də, məsələn, fonomatik eşitməyə çox xeyirdir. Məsələn, siz deyirsiniz ki, göyərçin, uşaqda təkrar eləyir, göyərçin, səhv dedikcə siz səhvi düzəldirsiniz. Yəni, valideynin, loqopedə gedən uşaqlarda belə, valideynin vəzifəsi ondan ibarətdir ki, evdə uşaq səhv eləyirsə, bunu düzəltmək. Yəni, demirik ki, səhv dedin, nə bilim, nə xeyir. Sadəcə deyirik ki, bir də təkrar elə, tutaq ki, deyir, göyərçin, deyirsiniz, göyərçin, gözəl deyir, deyirsiniz, gözəl, cığını vurğuluyursunuz ki, siz cığını nə qədər uzatsanız, uşaq da o qədər yaxşı uzadacaq və tez qavrayacaq. Sadəcə bu, yenə dediyim kimi, bir gün, bir həftə, 5 gün belə yox. Bir davamlı heç olmasa 3 ay işləmək lazımdır uşaqla bunu ki, nəticə görəsiniz yaxşı. Belə. Başqa sualı olan var? Bir sual da verim. Ola bilər ki, hər loqopedin öz taktikası olsun. Məsələn, mən oğlumu bir loqopedə qoymuşdum dislaliya ilə bağlı. Orada görürdüm kənardan ki, aparatlarla masaj eləyirdi. Amma daha sonra apardığım yerdə 2 qulaq çöpünü dil qədəhlərin yanına qoyub belə vibrasiya verdirirdi sanki, hərfi dizdirdirdi. Yəni onların nəsə bir fərqi var ki, yoxsa necə? Bilirsiniz necədir? Bir çox loqoped indi aparatı sevir. Çünki valideynlər necə deyim, göstərici sevirlər. İndi burada loqoped varsa, mənə yəqin ki, haqq verəcək. Çünki valideynlər göstərici çox sevir. Məsələn, filan loqoped tutaq ki, aparatla işləyir, aparatla masaj eləyir, nə bilim, uşağın başına aparat qoyur, neyinir, hər şey çıxıb da, indi hər cür aparatlar var. Amma bir çox loqopedlər, xüsusən də ruslar, əksəriyyəti aparatı təsdiqləmir. Heç bəzi loqopedlər var ki, onlar zondu təsdiqləmir. Deyir ki, zond heç nə eləmir. Amma mən düşünürəm ki, zond yaxşıdır, aparat isə mən istifadə eləmirəm. Düzdür, aparatla biz tutaq ki, özümüz masaj eləyib, nə bilim, bir 10 seansı alarıqsa nəticəni, deyilənə görə biz o aparatla 5 seansı ala bilərik. Amma yenə də, yəni mən tərəfdarı deyiləm. Mən düşünürəm ki, artikulyasiya aparatı gimnastikaları sevir. Nə bilim, o əllə mən xoşduram ki, hiss eləyim. Və uşaq bütün hiss eləyib bilim də, nə var bu uşaqda, nə yoxdur. Mən bunu sevirəm. Yəni, siz hansı loqopeddə daha yaxşı nəticə gördünüz? Birincisi, mən o qulaq çöpündən istifadə edilməsindən daha yaxşı nəticə. Ay, sağ olun. Bəli, ruliyə qədər hamısını oturtdurdu uşağın dilinə. Ay, sağ olun. Amma tutaq ki, bu iki loqopedi qarşılaşdırsaq bir valideynə, məsələn, bax, bu qulaq çöpündən işləyir, bu isə aparatla. Təbii ki, bizdə valideynlər aparata üstünlük verərlər ki, o aparatdır, daha yaxşıdır, nə bilim, bahalıdır, belə düşünərlər də. Amma ki, qulaq çubuğu belə adicə, görün nə qədər nələrə qadirdir. Biz ondan r səsini işləyirik, biz ondan gimnastika eləyirik, g səsini işləyirik. Yəni, bütün hər şey eləmək olur da. Sadəcə, yenə də metodları bilmək lazımdır ki, bunu evdə də işləyə biləsən.
Belə. Çox sağ olun. Siz də sağ olun. Artıq davam edək o zaman, sualınız yoxdursa. Deməli biz qaldıq ki, dislalliyanın vaxtında korreksiya olunmaması. Dislalliya dediyim kimi, vaxtında korreksiya olunmasa çevrilir olur disqrafiya, disqrafiyada sonra çevrilir olur disleksiya. Yəni hər şeyin üstünə vaxtında düşmək lazımdır ki, yaxşı bir nəticə ala bilək. Disqrafiyanda bilirsiniz, bəzən deyirlər ki, uşağın zehni ilə əlaqəlidir. Məsələn, zehni zəifdirsə, əqli geriliyi varsa, onda disqrafiya var. Bu da çox vaxt pedaqoqların bəzilərinin özündən ixtira elədiyi bir şey olur ki, məsələn, bu uşaq qarışıq yazır, bu uşaq bacarmır. Yəni o həmin uşaqları, disqrafiya olan uşaqları daha arxa plana atırlar. Çünki onların yazısı oxunaqlı deyil. Bunu ən çox eləyirlər, məsələn, 1-ci sinifdə olan uşaqlarda. Amma bu heç də belə deyil. Yəni disqrafiya bəzən görülə bilir ki, çox üstün zəkaya malik olan uşaqlarda belə rast gəlmək olur. Düzdür, bəzən olur, uşaqda zehni inkişafda da problem olur. Amma bu o demək deyil ki, həmişə ilə zehni inkişafdan geri qalan uşaqlar disqrafiya olacaq. Elə bir şey yoxdur. Disqrafiyanın əlamətləri, deməli, nizamsız yazı, yazıya marağın olmaması, yazanda sözlərin ardıcıllığın pozması uşağın. Burada da nəyə görə sözlərin ardıcıllığını pozur uşaq? Burada mən həm də ekranı paylaşıb görüntünü aça bilmərəm elə. Baxaq deməli ardına. Nizamsız yazırlar, hecalara düzgün ayıra bilmirlər sözləri. Bu disqrafiyanın da müəyyən növləri olur. Məsələn, akustik. Akustik nədir? Düzgün tələffüz eləyir, bayaq xanımın dediyi kimi. Oxşar olan hərflərdə çaşır. Məsələn, B, P, D, T belə hərfləri qarışdırır. Həm yazıda qarışdırır. R, Y, bax bu R, Y, vapşe, Y, L, bu hərflərdə demək olar ki, 10 uşaqdan 5-i 6-sı bunları qarışdırırlar. Bu olur akustik disqrafiya. Sonra optik. Optik bu həm yazı, həm də oxuyarkən ayırmamaqdan irəli gəlir. Təhlil və sintez problemi isə bütün sözləri atlayırlar, sözləri bitişik yazırlar. Məsələn, çoxlu qaralama salırlar dəftərdə, çünki təhlil eləyə bilmirlər. Məsələn, hadisə müəllimə lövhəyə tutaq ki, balaca bir mətn yazır, onu belə köçürdəndə uşaq çox əziyyət çəkir, çətinlik çəkir. Sonra ən sonuncu isə aqrammatikdir. Bu isə adətən 1-ci və 2-ci sinifdə rast gəlinir, ondan sonra rast gəlinir. Yəni 1-ci, 2-ci sinifdə az olur. Sözləri çünki onlar hələ özləri də bilmirlər də. Mənsubiyyətə görə dəyişməkdir, nə bilim, halına görə düzgün qurmaqdır, sifətlə ismi uzlaşdırmaqdır. 2-ci sinifdən sonra isə qalanda bu problem artıq olur aqrammatik, disleksiya, disqrafiya. Çox vaxt deməli 2 dildə danışan ailələrdə rast gəlinir bu hal, çünki onlar 2 dildə danışır və bəlkə siz özünüz də fikir verərsiniz ki, başqa ölkədə yaşayan Azərbaycanlıların belə nitqində bu aqrammatiklik, deməli disqrafiya özünü göstərir. Onlar uzlaşdıra bilmirlər sözləri bir-birindən, danışarkən isimdən, sifətdən bir yerdə deməli işlədə bilmirlər, uzlaşdıra bilmirlər. Yəni bu zaman yaranır. Disqrafiya belə. Disqrafiyadan başqa bir sual olanı var. Disleksiya, disqrafiya haqqında başqa sual olan var. Yoxdur. O zaman biz həm də indi disleksiyaya keçək. Deməli, disleksiya isə öyrənmə çətinliyidir. Bu da demək olar ki, günümüzdə artıq çox uşaqda var. Demək olar ki, hər sinifdə bir 5 uşaqda ən az var da disleksiya. Amma disleksiyanı biz